Yunan-Roma güləşi üzrə yeniyetməlidən ibarət Gəncə şəhərinin yığma komandasının təlim məşq toplanışı başlayıb. Məqsəd 2027-ci ildə keçiriləcək yeniyetmələrin ölkə birinciliyinə ciddi hazırlaşmaqdır. Şəhərdə bu sahənin tanınmış məşqçiləri və klassik güləşçiləri bir araya gələrək həftənin 3 günü öz bilik və bacarıq səviyyələrini nümayiş etdirirlər. Bu tətil günlərində baş tutan məşq prosesi çərçivəsində yeniyetmələrin texniki, taktiki və fiziki hazırlığına önəm verilir. Çatışmayan cəhətlər aradan qaldırılır. Hədəf yığma komandanın tərkibini müəyyənləşdirmək və ölkə birinciliyində uğurla çıxış etməkdir. Yay tətil günləridir, amma buna baxmayaraq biz bütün Gəncənin Roma güləşçilərini bir araya yığmışıq və şəhərin yığma komandasını təşkil edib təlim məşq toplanışlarına başlamışıq. Məqsədimiz yay tətil günlərində şagirdlərin vaxtın səmərəli istifadəsi və növbəti tədris ilində 2027-ci ilin həm tədrisində, həm idman yarışlarında deməli, bugündən, bu dəqiqədən yay tətilindən biz başlayırıq hazırlıqlar ki, 2027-ci ilin deməli, yeniyetmələrin Azərbaycan çempionatına idmançılarımızı tam formuna hazırlayırıq ki, 2026-cı ildə nailiyyətlər biraz zəif oldu bu yaş qrupunda. Ona görə biz məcbur deməli, bu məşqləri başlayıb idman komandalarını tərkib müəyyənləşdirmək üçün təlim məşqlərə başlamışıq ki, 2027-ci ilə Yunan-Roma güləşinin yığma komandasının tərkibini müəyyənləşdirək, həm də gücləndirək və buna görə şəhərin bütün idman məktəblərindəki klassik Yunan-Roma güləşinin idmançıları bir araya yığmışıq. Məşqçilər də burada səfərbər olubdur, hər idman məktəbinin məşqçiləri, bir də özümüz, mən regionun baş məşqçisində elə özüm də nəzarət edirəm, azyaşlı idmançıların içində gələcəkdə məktəblərin Azərbaycan çempionatını güləşməyə perspektiv idmançılar seçmişik var. Yəqin ki, onları biraz hazırlayıb ölkə çempionatına hazırlayacaq. 60-70-ə yaxın Yunan-Roma güləşçisi hazırlıq prosesində sınaqdan keçir. Məşqçilər ən layiqli olanları müəyyənləşdirməyə çalışırlar. Hər çəkidə rəqabətə davamlı namizəd idmançıların seçimi aparılır. İdmançıların hazırlıq səviyyələri yoxlanılır. Təcrübəli məşqçi heyəti namizədlərə dəyərli məsləhətlərini verir, onlara artıq çəki toplamamağı və gün rejiminə ciddi riayət etmələri tapşırılır. Regionumuzun rəhbəri Mehman Allahverdiyevin, ondan sonra biz müəllimlərin bir yerdə olmağı səbəbində yəni bu məşqimizi keçirik. Onun da, Mehman müəllimin də məşqə qayıtmağı, idmana qayıtmağı cavanlara, bütün gənclərə stimuldur. Üzümüzə gələn 2027-də uşaqlar, cavanları hazırlayırıq ki, Azərbaycan birinciliyində, U15 Azərbaycan birinciliyində bizim üzümüzü ağardıb medallar versinlər. Cavanlara tövsiyəm budur ki, idmanı buraxmamaq, dözmək, səbr eləmək. Kim idmanda səbr eləyirsə, axıra qalırsa, nəticəni də ondan verir. Yəni, idmanı tez atmaq olmaz. Mehman Allahverdiyev təşəbbüsü ilə keçirilən təlim məşq toplantısında iştirak edirik. Çox sağ olsun ki, Mehman müəllim başqa komanda tərtibdə olduğu müddətdə biz yenə məşqlərimizi ara vermədən davam etməyinə səbəb olur. U17, bu ilki U17 Respa çempionatında da bəzi uğurlu nəticələrimiz olmuşdu. Respa çempionu, Respa mükafatçıları olmuşdu. İnşallah Allah'ın izindən bizim hədəfimiz daha da, yəni bundan daha da böyük nəticələr əldə etmək. Öncə Respa dərəcəli, ondan sonra da Avropa, dünya dərəcəli nəticələr əldə etməyi hədəfləmişik. Gəncə şəhərinin Yunan-Roma güləşi üzrə pəhlivanları keçmişdə ölkə və beynəlxalq miqyaslı yarışlarda öz uğurları ilə adlarından söz etdiriblər. Respublika birinciliklərində əldə olunan nəzərə çarpan nəticələr Gəncədə bu idman növünün yaxşı ənənələrə malik olduğunu göstərir. Azərbaycan əməkdar məşqçisi Mehman Allahverdiyevin rəhbərliyi altında həyata keçirilən cari hazırlıq prosesi əldə edilən nailiyyətləri daha da artırmağa hədəflənib. Yunis Altunov, özüm güləşdən məşğulam. Yay tətilinə baxmayaraq məşqlərimiz davam edir. Bugün təlim məşq toplanışı Mehman Allahverdiyev keçirdiyi təlim məşq toplanışında iştirak edirik. Özüm Novruzov Coşqun tələbəsiyəm. Dəfələrlə Azərbaycan mükafatçısıyam. 3 dəfə 3-ə çıxmışam. Məktəblər arası yarışlarda 3-ə çıxmışam Azərbaycanda. Ondan sonra beynəlxalq turnirdə 5-dən ölkənin iştirak etdiyi turnirdə 2-yə çıxmışam. Və məqsədim o ki, 2027-də Azərbaycan çempionatında çempion olmaqdır və dünya Avropada Azərbaycan bayrağını yüksəltmək.
Pəhlivanlar ölkə birinciliyində uğurlu çıxış etməklə Azərbaycanı yeniyetmələrdən ibarət yığma komandasının heyətinə düşmək imkanı əldə edə bilərlər.